Aldı ki biz 5 həftəni görək. Kisə 10 mm-dən az, 8 mm. Amma içində fikirlərsiz sağlıq hissəsi var. Üzərində embrion fragmenti var. Baxırsınızmı? Görürsünüz embrion fragmenti var və hətta atamlar da düşür. İçində mən narahatam ki, kisə balacadır. Kisə balaca olanda inkişafdan qalma falan riskləri olur deyə. Burada xeylidir, bunlara bilirlər salı görün. Necədir burada vəziyyət? Çünki sağlıq hissəsi canlılıq əlamətidir. İnşallah ki, sağlam inkişaf gedər doktorlar. Gün üçün və 8 mm kisə üçün sağlıq hissəsi görməyiniz şeydir də, yəni tez idi. Və olsun mayalanması tezdir. Ola bilsin mayalanması tez. Adətən kimdə ki aybaşı kimdə ki aybaşı 2 gün, 3 gün gedir doktor, onların mayalanması da tez olur. Baxırsan ki, sağlıq hissəsiləri biraz tez görürük biz.